Qəbul imtahanına qədər hər gün 5 qəbul sualı izah edəcəm. Bugün ilk gündür və birinci günün birinci sualına baxacağıq. Şərtdə deyilir ki, düzxətli hərəkətdən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində təcirlərin proyeksiyaları üçün hansı münasibət doğrudur? Biz bilirik ki, təcilin düsturu AX bərabərdir. Vx çıx V0x bölək T şəklindədir. Hansı ki, buradan Vx-i tapsaq olacaq V0x üstə gələk AX vuraq T. Buradan da aydındır ki, Vx T-dən xətt asıdır, bərabər təcilli hərəkətlər. Qrafiki çəksək, Vx-in T-dən asılı qrafiki müəyyən bir V0 başlanğıc sürətdən başlayacaq və xətt asılımızı çəkdik. Tutaq ki, müəyyən bir tez zaman anında onun son sürəti olmuşdur Vx. İndi gördüyümüz bu qrafikin zaman oxu ilə əmələ gətirdiyi bucağın tangesini tapmalıyıq. Tangens alfa biz bilirik ki, qarşıdakı katetin bitişik katetin nisbətdir. Baxın, burada qarşıdakı katet gördüyümüz kimi Vx ilə V0x-in arasıdır. Onda bu hissəni tapmaq üçün Vx-dan V0x-i çıxacam. Böləcəm əlbəttə ki, bitişik katedə. Bitişik katetdə gördüyümüz kimi 0 və t-nin arası da elə t-yə bərabər olacaq. Gördüyümüz kimi elə biz təcilin düsturunu aldıq. Deməli, tangens alfa təcilin x oxu üzrə proyeksiyasına bərabər olacaq. Yəni, bucaq nə qədər çoxdursa, deməli, orada artıq təcilimiz bir o qədər çox olacaq. Baxın, burada da qrafikin dikliyinə fikir verin. Gördüyünüz kimi 1, bu da 3'dür. Hansı daha dikdir? Birinci. Deməli, burada bucaq daha çoxdur və həmin bucağın tangesi daha çox olduğundan, deməli, burada təcil daha çox olacaq. Yəni, A1x böyük olacaq A3x-dan. Bəs 2. Burada gördüyümüz kimi sürət sabitdir. Sürət sabit olanda düzxətli bərabər sürətli hərəkətdə təcil 0-a bərabərdir. Yəni A2x bərabər olacaq 0-a. 1 böyükdür 3-dən və həmçinin 2 də 0-a bərabərdir. Baxın, D variantı doğru cavabdır.